Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah və alə alihi və sahbihi və mən valə. Rabbi şərh li sadri və yessir li əmri və hlul uqdətən min lisani yefqahu qavli. Əhibbəl ixva, əziz qardaşlar və fiqh dərslərinə davam edirik. Hukmu mani'uz zəkati və uqubə mani'ihə. Və qardaşımız bunu oxusun. فَلْيَتَفَضَّلْ مَشْكُورًا مَأْجُورًا. Buyur istəməlim. Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah. Zəkatdan imtina edənin hökmü. Zəkat İslam ümmətinin yekdilliklə qəbul etdiyi vacib əməllərdəndir. Çünki rukunlardan biridir. İslam rukunları da məlumdur, 5-dir. O, geniş vüsət alıb dinin lazımlı əməllərindəndir. Yəni, daruratu minəd-din. Mə ulimə bid-dini bid-darura. Cümlə belədir. Mə ulimə bid-dini bid-darura. Yəni, dində o, geniş vüsət alıb dinin lazımlı əməllərindəndir. Yəni, mümkün deyil ki, din bunsuz olsun. Din bununla bərabərdir. Yəni, zəkat dindəndir, qutardır. Onun vacibliyini inkar edən isə İslamdan çıxmış sayılır və kafir kimi ölür. Yalnız İslamda yeni olan insan şəriət hökmləri barəsində cahilliyinə görə üzürlü sayılır. Buna da misal gətirim, təcrübələnə bilər bizim dinləyici, bu nətər olur? Deyir ki, əl-üzr bil-cəhil məlumdur. Cəhalət səbəbi ilə üzr məqbuldur. Necə etiqadi məsələlərdə, elə də nədir? Əhkam şəri məsələlərdə. Fərz edin ki, bir dənə milyarder İslama təzə gəlib. Maşallah, namaza gəlir, cüməyə gəldi, təravih bizlə qıldı, oruca başladı. Və birdən gözlənilməyən yerdən onun bir ağır, bir yaralı bir mövzusunu toxundu ki, bəs İslam səndən zəkatı tələb eləyir. Dedilər, zəkat nədir? Dedilər ki, bəs sən malını bölürsən 40-a, 2,5-ni verəcəksən. Nə olar? İslam tələb eləyir, gözümüzdə, başımızda dedi. Və hesablayıcını götürür, vurur, çıxır, görür ki, 100 mindən çox pul paylamalıdır bu insan. Məbləği çox böyük dəxə bunun, ayda necə? Milyonlar sahibidir. Və birdən buna ağır gəlir nəfsinə. Birdən oturduğun yerdə 100 minləri çıxart və payla elə belə. İç aşı birdən nə deyir? Mən dəriz adam mı? Oturduğum yerdə qucaq-qucaq, paçka-paçka pul paylayayım. Bu söz şək yoxdur ki, küfürdür. Qeyrisini İslamdan çıxarlardı bu söz. Ayda necə? Ancaq bu saçı bu təzə gəlib İslama. Hədithun ahdun bil İslam. Və sizə çəkdiyim misal doğrudan həqiqəti olan hadisədir, xəbəriniz olsun. Belə də olur. Aydındır. Və həmin insana görəndə ki, vəziyyət belədir, mövzunu təzdən açmırlar, ta ki, bərkisin, dində güclənsin, etiqad qəlbinə tam girsin, təzdən mövzunu onu açacaqlar, ola bilsin ki, bir il zəkata geçsin. Bu daha məsləhətə uyğundur. Çünki dinə gələn insan, yəni o təslim olmuşdur, ancaq iman tam onun qəlbinə yerləşməmişdir. Bu səbəblə onunla ehtiyatlı olmaq lazımdır. Hərdən ona elə bir şey yükləyərsən ki, baxma ki, dində zərurətdə bilinmiş bir şeydir, tələb olunur, ancaq o bir dənə lafızla özünə Allah qorusun küfrə salar. Aydındır. Fuqaha bu məsələni qoyublar. Dində təzə olan insan, aydındır, təzə olduğuna görə dində üzrlü sayılır. Çünki Allah Subhanahu buyurur ki, qalətil a'rabu əmənnə. Qul ləm tu'minu, və lakin qulu əsləmdə. Bədəvi ərəblər dedilər ki, biz iman etdik, biz möminlərik. Ya Rasulum, de ki onlara, siz möminlər deyilsiniz, siz sadəcə təslim olmuşsunuz. Bu ayətdə göstərir ki, insan İslama təzə girəndə üzrlü ola bilir. Çünki iman tam onun qəlbinə yerləşmir. Ancaq iman tam qəlbinə yerləşmiş, mümin bu cümləni işlətsə etiqad ilə dindən çıxır. Mürtəd olur. İyazın billah. Ona görə baxın, uləmə nə deyir? İttəfəqəl uləməu alə ənə mən cəhədə vücubə zəkəti və ənkərə fardiyyətihə fəhvə kafirun bil icma. Uləmə ittifaq etmişlər ki, zəkatın vacibliyini, onun fərzliyini bildiyi halda qəsdən, cühudən inkar edən dindən çıxar, kafir olar icma ilə. لأنه مكذب بالقرآن والسنة. Səbəb niyə görə? Çünki bu halda o Qur'anı və sünnəni təksib etmiş olur. Və aqimus salat və atuz zakah. Aydındır da buna oxşar ayətlər və hədislər. Və munkirun ma huwa ma'lumun minəd-din bid-darura. Və dində zəruri bir halda məlum olan bir ərkanı dindən çıxartmış olur sanki. Aydındır. Bu məsələ Əl-Muğnidə 2-ci mücəlləd 572-ci səhifədə Vəl-Məcmu 5-ci mücəlləd 334-cü səhifəsində zikr olmuşdur. Və əmmə mən əqarra bi vücubihə və əmtəna'a min ədəihə. Ancaq onun vacibliyini cühud etmədən, yəni inkar etmədən, sadəcə onu verməkdən vaz keçən, istər paxıllıq, cimrilik, xəsislik səbəbi ilə
Burada iki görüş var. Birinci görüş İmam Əhmədin görüşüdür və Həmbəlilər də onunla bərabər onu yenə də kafir görürlər. Aydındır. Onlara görə zəkatı mütləq tərk edən kafir olur. İstər paxıllıq səbəbilə, istər cühud səbəbilə. Racih isə, səhih olan isə cümhurun görüşüdür. Hənəfiyyə və Şəfiiyyə və Məlikiyyə. Ki, zəkatın vacibliyini inkar etməmək şərti ilə sadəcə olaraq paxıllıq və cimrilik onu zəkatı verməyə mani olarsa, bu insan kafir olmur. Bu insan asi olur, murtekibül kəbirə olur və onu qiyamət günə gözləyir. Əbu Hüreyrənin hədisini dinləyək və hədisin sonunda da Allah Nəbisi sallallahu aleyhi ve sellem onun hökmünü bizə bəyan edəcək. Kafirdir yoxsa yox. Baxın hədisə. Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. Malının zəkatını verməyən qızıl və gümüş sahibi üçün qiyamət günü cəhənnəm odundan bir qapı açılacaq və yığdıqları qızıl gümüş cəhənnəm atəşində qızdırılıb alnına, böyrünə və kürəyinə dağ basılacaq. Hər dəfə soyduqda yenidən təkrarlanacaqdır. Bu əzab müddəti 50.000 il olan bir gündə bəndələr arasında haqq hesab başlayana və özünün ya cənnətlik, ya da cəhənnəmlik olduğunu bilənə qədər davam edəcəkdir. Orada olanlar dedilər, ey Allahın elçisi, bəs dəvəsinin zəkatını verməyən necə? Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, həmçinin dəvə sahibi də onun haqqını, zəkatını verməsə, qiyamət günü üzü üstə bir çuxura atılacaq, hər bir dəvə ayaqları ilə onu tapdalayacaq və dişləyəcək. Onun isə qaçmağa yeri olmayacaq. Birinci dəvə bunu etdikdən sonra digəri onu əvəz edəcəkdir. Bu əzab müddəti 50.000 il olan bir gündə bəndələr arasında haqq hesab edilənə qədər və özünün ya cənnətlik, ya da cəhənnəmlik olduğunu bilənə qədər davam edəcəkdir. Hədis səhihdir. Səhih Sünnən İbn Macə, Muslim, Əbu Davud. Yəni İmam Müslimin Əbu Davud və İbn Macənin hədisidir. Hədisin sonuna nə qutarır? ثُمَّ يُرَى سَبِيلَهُ إِمَّا إِلَى الْجَنَّةِ وَإِمَّا إِلَى النَّارِ. Sonra onun nədir? Hədisin axını oxu. Özünün ya cənnətlik, ya da cəhənnəmlik olduğunu bilənə qədər davam edəcəkdir. Hə, deməli ona cəhənnəmə girməmişdən qabaq insanların meydanda 50.000 il toplandığı günə kimi ona əzab veriləcək. Sonra cəhənnəmin yanına gətiriləndə onun işinə yenə baxılacaq. Ya cənnətə, ya cəhənnəmə. Əgər kafir olsaydı, paxıllıq səbəbi ilə zəkat verməyən, onun cənnətə getmə şansı əsl olmamalıdır. Çünki Allah Subhanahu taala kafirlərə cənnətə getməyi qadan etmişdir. Liqavli Teala uiddat lil kafirin. Cəhənnəm kafirlərə vəd edilmişdir. Həmçinin Allah Subhanahu taala bir çox ayətlərdə cəhənnəm əhlinin olması haqqında xəbər vermişdir. Bu da cəhənnəm əhlindən deyil. Bunun işi həm cəhənnəm ilə arasında bunun məsələsi həll olacaq. Bu da göstərir ki, səhih olan cümhurun görüşüdür. Necə ki şeyx deyir, وَلَوْ كَانَ كَافِرًا لَمْ يَكُنْ لَهُ سَبِيلٌ إِلَى الْجَنَّةِ وَاللّٰهُ أَعْلَمُ. Əgər kafir olsaydı, onun cənnətə getmək şansı olmazdır. Allah daha doğrusu bilir. وَأَمَّا عُقُوبَةً مَانِعَ الزَّكَاةِ فِي الدُّنْيَا فَقَدَرِيَّةٌ وَشَرْعِيَّةٌ. Zəkatı mən edən, yəni verməyən insanın dünyadakı cəzası iki qismə bölünür. Qədəri və şər'i. Qədəri, onun cəzası, zəkat verməyən insanlar bir diyarda toplanarsa, zəkat verməyənlərin sayı çoxalarsa, Allah Subhanahu taala onlara qədəri cəza verər. Aclıq və qaht, quru və susuzluq onları verər. Necə ki Allah Subhanahu taala və onun Rasulü bu haqda xəbər vermişdir. أن يبتلي الله تعالى كل من يبخل بحق الله وحق الفقير في ماله بالمجاعة والقحط. Allah Subhanahu taala həmin qövməsi naqa şəkər onları cəzalandırar. Allahın haqqını və fakirin haqqını vermədiklərinə görə aclıq və quraqlıq, susuzluqla onları cəza çəkər. Dəlil də qavluhu sallallahu aleyhi və səlləmə وَمَا مَنَعَ قَوْمُنُ الزَّكَاةَ إِلَّا بَتَلَاهُمُ اللّٰهُ بِالسِّنِينَ. Hər hansı bir qövüm zəkatdan vaz keçərsə verməyindən,
Allah Teala onları ibtila eder, onlara bəla verər, onları sınağa çəkər. Nə ilə? Bis-sinin, quraqlıqla, yağmur yağdırmamaqla. Hədis əxrəcəhul Buxari və Müslim. Və digər başqa rivayətində illə hubisə anhumul qatr. Həmin kəs, həmin tayfa və ya hər hansı bir qövm zəkatı verməkdən mən olarsa, vaz keçərsə, onların başına nə gələr? Buludları Allah Teala onlardan mən edər yağdırmağa. Yəni onlara quraqlıq gələr. Sonra gəlir ikinci qismi. Zəkat verməyənlərin cəzası şər'iyyətun. Şər'i cəzası da nədir? Ənəhu izə kənə mani'az zəkati fi qabdatil hakim fə innəhu tu'xadu minəz zəkati qahra. Əgər o xəlifənin vilayətində yaşayırsa, hakimin himayəsində, o zaman hakim zəkatı paxıllıq səbəbi ilə verməyənin zəkatını əlindən zorla alar. Üstəlik də cəza olaraq onun var dövlətinin yarısını əlindən alar. Cəza olaraq. Buna da dəlillər var. Əvvəlcə ümumi, sonra xüsusi dəlil keçək. Ümumi dəlil qavluhu sallallahu aleyhi və səlləmə umirtu ən uqatilən nəsə hattə yəqulu la ilahə illallah Muhammedən Rasulullah فإذا قالوها عصموا مني دماءهم وأموالهم إلا بحقها وحسابهم على الله. Və hədisi oxuyaq. Mən insanlarla la ilahə illallah deyənə kimi döyüşməyə əmr olundum hədisi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. İnsanlar la ilahə illallah Muhammedən Rasulullah kəlməsinə şəhadət verməyib, namaz qılmayıb, zəkat verməyincəyə qədər onlara qarşı döyüşmək mənə əmr olundu. Əgər onlar bunu edərlərsə, yalnız İslamın haqqı müstəsna olmaqla canlarını və mallarını qorumuş olarlar. Onların haqq hesabları isə Allah dərgahındadır. Buxari, Müslim. Hədisin axırını diqqətlə dinləyək. Əgər onlar bunu edərlərsə, yalnız İslamın haqqı müstəsna olmaqla... İslamın haqqı müstəsnat nədir? Yəni, nə zaman onların qanunları İslamda ola-ola halal edilir? Zinakar, muhsin, zinakar, evli. İslamda ola-ola yenə də qanunu halal edilir ona, aydındır? Hakim tərəfindən onlar edam olunur. Bir də İslamın haqqı nədir orada, misal üçün? Əgər öldürərsə, başqa bir müsəlman qardaşını, nəfsə nəfs, İslamın haqqı ilə yenə də onun qanı halallaşır, İslamda qala-qala. Aydındır və hər iki tayfanın cənazəsi qılınır, kəfənlənir və müsəlmanlarla bastırılır. Bir də var nədir? İslamın haqqına bərabər nə zikr eləyir? İllə bihəqqihə və hisabu aləllah. Və sonra? Əgər onlar bunu edərlərsə, yalnız İslamın haqqı müstəsna olmaqla canlarını və mallarını qorumuş olarlar. Onların haqq hesabları isə Allah dərgahındadır. Bir də burada gəlir, ikinci haqda Əbu Bakr Sıddiq, onun görüşü oydu ki, ikinci haqlardan da biri dindən zərurətdə məlum olan bir şeyi inkar eləmək də onların qanını və mallarını halallaşdırır. Zəkat məsələsi kimi. Aydındır. Və min haqqihə əz-zəkə və şeyx deyir və İslamın da haqlarından biri zəkatı əda etməkdir. Fəqir fuqaranın haqqını onlara qaytarmaqdır. Və qalə Əbu Bəkirin Sıddiq bimahzə sahabətiz-zəkə بحضرة الصحابة الزكاة حق المال والله لو منعوني عناقا كانوا يؤدونها إلى رسول الله صلى الله عليه وسلم لقتلتهم على منعها. Və Əbu Bakrın bu sözlərini oxuyaq. Hədis əsərdə Əbu Bakr Sıddiq, yəni sahabələrin önü qarşısında zəkatı imtina edən insanlara dedi ki, onları yenə də mən onlarla döyüşəcəm. Hətta mənə qadağan edilsə, necə ki, onlar tapdın hədisi, buyur. Əbu Hüreyrə radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etdikdən sonra Əbu Bakr radiyallahu anhu xəlifə olanda ərəblərin bir hissəsi kafir olmuşdular. Əbu Bakr onlara qarşı döyüşə hazırlaşanda Ömər radiyallahu anhu dedi, insanlarla hansı əsasa görə döyüşürsən? Axı Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, insanlar La ilahə illallah Muhammedən Rasulullah kəlməsini deyənə qədər onlarla vuruşmaq mənə əmr edilmişdir. Əgər bu kəlməni desələr, haqlı anlar istisna olmaqla
öz qanlarını və mallarını qorumuş olarlar. Onların haqq hesabları isə Allah dərgahındadır. Cavabında isə Əbu Bakr radiyallahu anhu deyir, Allaha and olsun ki, zəkatı namazdan ayıranlara qarşı döyüşəcəyim. Zəkat malın haqqıdır. Əgər onlar Peyğəmbərə sallallahu aleyhi və səlləmə ödədikləri dəvə çıdarını mənə ödəməkdən imtina etsələr, mən buna görə onlarla döyüşərəm. Yəni Allah Nəbisi sallallahu aleyhi və səlləmə dəvə zəkat əhli dəvədən olan nisabını verirdi. Onlardan da biri budur. Əgər bunu verməyə məndən vaz keçsələr, yəni dəvə əhli dəvəsindən, qızıl əhli sanki qızıl əhlindən demək istəyir, gümüş əhli gümüşündən, qoyun əhli qoyundan, aydındır, yəni hər zəkat əhli öz zəkatından Allah Nəbisi sallallahu əleyhi və səlləm necə gətirib verirdisə, mənə vermədikcə vallahi onlarla döyüşəcəm deyir. Və nəticədə nə olur? Ömər radiyallahu anhu deyir, bundan sonra mən gördüm ki, Allah Əbu Bakrın radiyallahu anhunun köksünü cihad üçün genişlətmişdir. Nəhayət mən onun haqlı olduğunu dərk etdim. Aydındır. Keçək mövzuya. Və zəhəbəl cümhur ilə ənə mani'az zəkati izə uxidət maləhu qahran minhu la yu'xadu ma'aha şey min malihi mustədillilə bi hadis leysə fil mali haqqun sivə zəkat. Baxın qardaşlar, fuqaha zəkatı paxıllıq, cimrilik səbəbi ilə verməyən insanın cəza məsələsində iki görüşdədilər. Birinci görüş nə görüşüdür? Cümhurun görüşüdür. Cümhur, ulema deyir ki, xeyr, yalnız zəkat ondan qəhr ilə götürülər. Başqa işinə götürülməz. İkinci görüş isə sahibləri dedilər ki, xeyr, ondan zəkat qahr ilə götürülər hakim tərəfindən və cəza olaraq onun malının yarısı da götürülər. İndi hər iki tərəfi münaqişə edək, sonra tərcəsinə nəzər salaq. Cümhurun görüşünün dəlili bu hədis şərifdir. Leysə fil mali haqqun sivə zəkə. Hədis İbn Macanındır. Maldan götürülən haqq yalnız zəkat üçündür hədisidir. Hədis Ravah İmam İbn Macə bi sənədin zəif. Hədis zəifdir. Və lidə la yubna aleyhi ahkamuş şərr. Zəif olduğuna görə bu hədisdən şəri əhkamlar qurulmaz. Demək ki, cümhurun dəlili sanki yoxdur. O ki, qaldı ikinci görüşə. ذهب الشافعي وإسحاق وبعد أصحاب أحمد إلى أنه يؤخذ منه şatr ماله مانع الزكاة عقوبة له. İkinci görüş sahibləri və racih olan, səhih olan ikinci görüşdür inşallah. Şafiiyyə, Şafii məzhəbinin alimləri və İshaq və həmçinin İmam Əhmədin şagirdlərindən ulamalar ikinci görüş deyirlər ki, bəli, hakim onun malını paxıllıq səbəbilə verməyənin qahran icbari bir şəkildə onun əlindən zəkatını alar və üstəlik də cəza olaraq onun malının yarısını alar. Bu dəlilə əsaslanaraq. Dəlil nədir? Və mən mənə'əhə fə innə əxuzuhə və şətrə məli. Hədis səndə var? Oxu. Bəhs İbn Həkimin rəvayətində o atasından, atası da babasından rəvayət edir ki, o Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişdir. Çöldən qidalanan 40 dəvəyə görə 2 yaşlı dişi dəvə zəkat verilir. Hesablamada dəvələr arasında köklüyünə və ya arıqlığına, kiçikliyinə və ya böyüklüyünə görə fərq qoyulmur. Kim zəkatını savab qazanmaq üçün verərsə, savabına yetişər. Kim zəkatı verməkdən imtina edərsə, Allahın haqlarından biri olaraq biz ondan zəkatı və üstəlik də malının yarısını alarıq. Bu maldan Məhəmmədin ailəsinə heç nə halal deyil. Hədis həsəndir. Səhih Sünən İbn Macə, Əbu Davud, Nəsai, Əhməd. Bəli, hədis Əbu Davud və Nəsai və İbn Macə və Əhməd bi sənədin həsən. Hədis əlhamdülillah həsəndir. Elə isə hədis nədir? Yəni şəri əhkamları özündə əhatə edilmiş olur. Hədisdə bir çox faydalar var əzizlərim. Hədisi diqqətlə dinləyək təzədən. Birinci, hədisdə çıxardan faydalardan çöldən qidalanan 40 dəvəyə görə 2 yaşlı dəvə zəkat verilir. Hə, sonra hesablamada dəvələr arasında köklüyünə və ya arıqlığına, kiçikliyinə və ya böyüklüyünə görə fərq qoyulur. Bəli, dəvənin sayına fərq qoyulur sadəcə olaraq. Kim zəkatını savab qazanmaq üçün verərsə, savabına yetişər. Bəli. Kim zəkatı verməkdən imtina edərsə, Allahın haqlarından biri olaraq biz ondan zəkatı... Biz burada nəzər tuturuq Allah Rasulü sallallahu aleyhi ve sellem və onun vəfatından sonra onun xəlifələri, umaraları, vulatul umur, hakimlər, şəri hakimlər
əmirlər, qazılar nəzərdə tutulur. Yoldan keçən hər bir insan bunun iqtidarında deyil. Heç kimin ixtiyarı yoxdur, gedib özü qahran alsın. Aydındır? Hakim bu işə baxar, qahran almaq olmalıdır. Kim zəkatı verməkdən imtina edərsə, Allahın haqqlarından biri olaraq biz ondan zəkatı və üstəlik də malının yarısını alarıq. Bəli. Bu maldan Məhəmmədin ailəsinə heç nə halal deyil. Hə. Qəribədir. Cümhur bu hədisi bilmir. Cümhur deyir ki, xeyr, bu hədisi biz də əzbərləyirik. Və bilir ki, hədisi Əbu Davud və İbn Macə və Nəsiyyə və Əhməd rivayət edilmişdir. Və biz də bilirik ki, hədis həsəndir. Sadəcə bu hədis mənsuxdur, dedilər. Şəfiiyyə və İshaq və Ashab Əhməd dedilər ki, mənsux olmasını hardan çıxartdınız? Siz bu hədisin tarixini bilirsiniz? Dedilər, xeyr, bilmirik. Dedilər, elə isə hədisin tarixi məlum olmadıqca, onun əvvəl və axırda olması da məlum olmadığına görə mənsux hökmünü verməyinizə ixtiyar yoxdur. Elə isə biz sizə qalib gəldik. Ar-racih nədir, vallahu aləm? Hədis əməl olunur. Aydındır? وإذا كان مانع الزكاة خارجا عن قبض الحاكم فعلى الحاكم أن يقاتله لأن الصحابة قاتلوا الممتنعين من أدائها. Əgər zəkatın verməkdən mən olan kəslər hakimin himayəsindən çıxarlarsa, onlar ona qarşı gələrlərsə, asi olarlarsa və zəkatı verməkdən imtina edərlərsə, o zaman hakimə haqq verilir ki, onlarla döyüşsün. Necə ki, Əbu Bakır Sıddıq onlarla döyüşüb, aydındır, döyüşən kimi. وأما عقوبة مانع الزكاة في الآخرة فقد وردت فيه عدة النصوص. O ki qaldı onun axirətdəki cəzasına bu haqda bir çox dəlillər gəlmişdir. Quran-ı Kərimdən Ət-Tövbə 34-35-ci ayətləri təzdən xatırladar. Qavlu Teala وَالَّذ۪ينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنْفِقُونَهَا ف۪ي سَب۪يلِ اللّٰهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ يَوْمَ يُحْمَى عَلَيْهَا ف۪ي نَارِ جَهَنَّمَ فَتُكْوَى بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ هَذَا مَا كَنَزْتُمْ لِأَنْفُسِكُمْ فَذُوقُوا مَا كُنْتُمْ تَكْنِسُونَ. Allah Cəllə Cəlaluhu Sübhanəh buyurur. Ya Rəsulum, qızıl gümüş yığıb, onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ. O gün, qiyamət günü, yığdıqları qızıl gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq və onlara bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal dövlətin əzabını, acısını dadın deyiləcəkdir. Həmçinin Əl-İmran surəsinin 180-cı ayət-i kəriməsində də zəngin olub da Allah Teala dünyadaykən ona mal verib də malından zəkatını çıxartmayanların əsla xeyir üzərində olmadığı haqqında xəbər verir. Rəbbimiz Mevla Subhanəh buyurur: وَلَا يَحْسَبَنَّ الَّذ۪ينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللّٰهُ مِنْ فَضْلِهِ وَخَيْرًا لَهُمْ بَلْ هُوَ شَرٌّ لَهُمْ سَيُطَوَّقُونَ بِهِ يَوْمَ الْقِيَامِ İlə axir ayə. Buyurun dinləyək. Allah tərəfindən bəxş olunmuş mal dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsin. Yəni, hərdən görərsən ki, Allah Subhanahu Teala'nın heç sevmədiyi bir qullar gündən günə zənginləşənlər. Və görərsən ki, tuğyan etdikcə, küfrü artdıqca və dinlə müharibə etdikcə naz, nimət, sərvət başından tökülər. Bunun sirri nədir? Şübhə yeri nədir? Bu ayət-i kərimə buna izahat verir. Dinləyək ayət-i kəriməni. Allah tərəfindən bəxş olunmuş mal dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Yəni, bəxş olunur, doğrudan da Allah Teala tərəfindən. Yenə də mücrimin, caninin başından tökülən sərvət yenə də Allah Teala tərəfinə gəlir. Ancaq وَلَا يَحْسَبَنَّ الَّذ۪ينَ يَبْخَالُونَ بِمَا آتَاهُمُ اللّٰهُ مِنْ فَضْلِهِ هُوَ خَيْرًا لَهُمْ Düşünməsinlər ki, bu onlar üçün xeyirdir. Bəl huvə şərrun ləhum. Xeyr, bu onlar üçün şərdir. Və nə baş verəcək? Ayəti dinləyək. Allah tərəfindən bəxş olunmuş mal dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır. Rüstəm müəllim, sizdə bu hədis var. Əbu Hüreyrənin
yəni zəkatı vermək istəməyənlərin boynuna ilan var. O hədis zəhməti oxunun. Və qavluhu sallallahu aleyhi ve sellemə mə ravahu Əbi Hurayrata anin Nəbi sallallahu aleyhi ve sellem mən ətəhullahu mələn fələm yüəddi zəkətəhu müthilə ləhu yevməl qiyaməti şücəən əqra' ləhu zəbibətəni yətuquh yevməl qiyamə yutavvaqu yevməl qiyamə thumma yəxudu ilə axir hədisi. Əbu Hureyra radiyallahu anhu Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə buyurduğunu deyir. Allahın mal dövlət bəxş etdiyi kəs onun zəkatını vermirsə, qiyamət günü Allah onun mal dövlətini gözlərinin üstündə qara xal olan zəhərli bir ilana döndərəcəkdir. İlan onun boynuna sarılacaq və onun yanaqlarından yapışıb deyəcək: mən sənin xəzinənəm, mən sənin mal dövlətinəm. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayəni oxudu. Allah tərəfindən bəxş olunmuş mal dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır. Əli İmran 180, hədis səhihdir, Səhih Sünən Nəsai, Buxari. Həmçinin Əbu Hüreyra'nın öncə zikr etdiyimiz hədisi də bu babdadır. Qızılı və gümüşü verməyənin qiyamət günü cəhənnəmdən qapısı açılması və onun ətraflarına, boynuna basılması, dağıdılması hədisi. Həmçinin və dəvə haqqında mı ya Rasulullah? Dedi ki, bəli, dəvə haqqında da eyni şeydir. Bu hədisi də biz dinlədik, elhamdülillah. Hədislər gələndə, qardaşlar, hədislər, elhamdülillah, mötəbər qaynaqlardadır. Keçək növbəti baba. Şurut ucubuz zəkə. Zəkatı verməyin şərtləri. Lə təcibuz zəkatu fil əmvali illə bişurut. Bütün ibadətlərdə şərtlər gərəkdirdiyi kimi, zəkatın da verilməsində şərtlər gərəkir. فمن حكمة الله عز وجل في فرض شرائعه أنه جعل لها شروطا. Ama Allah Subhanahu Teala'nın şəriətindəki əhkamlarda qoyduğu hikmətindəndir ki, hər bir şeyə, hər bir ibadətə, hər bir hökmə şərtlər qoymuşdur. Elə isə zəkat üçün də şərtlər qoymuşdur. Nələr də olar? Əvsafən müəyyənə lə təcib illə bi vücubihə. Müəyyən bir keyfiyyətlərə, sifətlərə malikdir bu şərtlər. Bunlar olmadıqca zəkat da vacib olmur. Bunlar olandan sonra zəkat tələb olunur. Yaxşı. Şurut əlləti yəcibu təvafuruhə fi sahibil məli li təcibu zəkat aleyhi. Hansı şərtlərdə zəkat əhlinə zəkat vacib olur? Yüştəratu fi sahibil məli ləzi təcibu fihi zəkat şərtan. İki şərt, birinci şərt sayılır ki, bunlar mütləq olmalıdır. Zəkat əhli iki şərt onlarda olmalıdır ki, zəkat onlara düşsün. Birinci hansı şərtdir? Əl-hürriyyə. Hürriyyət, azad olmaq, kölə olmamaq və bu da qardaşlar çox böyük bir nemətdir. İnsanın hür olması, azad olması, kölə olmaması bu nemətin qədrini təbii ki, onu itirənlər bilər. İyazım billah. Hürriyyə nədir? Zəkat əhlinin zəkatının üzərində farz olması üçün şərtdir. Burada nə məna çıxır? Kölə varlı olarsa zəkat düşmür boynuna, o məna çıxır, bəli. Birinci şərt, fələ təcibuz zəkatu aləl-abd. Kölənin üzərinə zəkat düşmür. Kölə varlı ola bilər, varlı ola bilər. Fərz edin ki, səxavətli Allah dostlarından birinin köləsi idi və öləndə ona vəsiyyət buraxır. 100 dəvə, sənindir. Çox istəyirdi köləsini. Çünki yaxşı xidmət eləmişdi ona. Özü də müsəlman idi, ancaq azad eləməyi yaddan çıxartmışdı. Öləndə azad etməmişdi ona. Və kölə varlıdır. Və nisabı da ki, həddi keçir maşallah. Ancaq zəkat düşmür. Niyə görə? Çünki kölədən zəkat tələb olunmur. O köləni satın alan insan köləni malı ilə bərabər alacaq. Və həmin o mal köləni alanın malıdır. Kölənin öz malı sayılmır. Çünki köləni alanda onun mülkü ilə bərabər almış olur. Bu səbəblə şəriət kölədən zəkatı tələb eləmədi. Aydındır. Li'annahu la yemlik və seyyidu malik lima fi yedih. Çünki ağası kölənin malının da sahibidir. Kölə öz malının sahibi deyil. Bunu da ispat edən hədis İmam Buxari və Müslimin hədislərinin birində Allah Nəbisi sallallahu aleyhi ve sellem bu haqda xəbər verir. Mən da'a abdən lehu mal. Hədis belə başlayır. Kim
malı olan bir qulu satarsa, dört alarsa, فَمَالُهُ لِلَّذ۪ي بَاعَهِ onun malı kim satıbsa onun üçündür. İlə axir hədis. Həmçə İbn Umarın əsərində leysə fil malil abdi zəkə hatta yu'taq. Qul azad edilmədikcə onun malından zəkat çıxardılmaz. Yəni qulun malı var. Qul varlığı da təsəvvür ola bilər hərdən. Bu qul azad edilmədikcə onun malından zəkat çıxardılmaz. İbn Umarın sözləridir. Ravahul Beyhaqi bi sənədin sahih. İsnadı sahihdir. Vanzur ilə irva Əlbani rahimehullah. Yaxşı. Və an Keysan ibn Əbi Sa'id el-Məqbəri qal əteytü Umara utiyət Umar biz-zəkə mələ 200 dirham və ənkərə mükatib fəqalə həl a'taqta qultu na'am qal izhəb fəqassimhə. Keysan İbni Əbi Sa'id el-Məqbəri rivayət edir ki, Umar bin Xattaba 200 dirhamın zəkatı ərz olundu. Bilirsiniz ki, 200 dirhamda artıq zəkat düşür. Və bu zəkat mükatab olan bir kölənidir. Mükatab olan kölə kimdir? Mükatab olan kölə o kölədir ki, onun işi həll olunur, azad olunma işi. Həmin o azad olma işi artıq ortaya qoyulan, müzakirə olunan qula mükatab qul deyilir. Aydındır. Və Umar bin Xattab həmin kölənin 200 dirhamının məsələsini, zəkatını gətirər Umara. Umar soruşur ki, o qul azad edildi mi? Və yaxud da ki, həl a'taqta azad etdi mi qulunu? Yəni, axır ki, o azad olundu. Buyurandı ki, bəli, azad olundu. Elə isə onun zəkatını indi paylayabilirsən. Aydındır. Bu rivayətdəki Musannaf İbn Əbi Şeybə bi sənədin ceyyid yaxşı isnadda gəlmişdi. Kəmə fil irva. Həmçin irvada da bu əsər isbat olmuşdur. Səhihdir, elhamdülillah. Və buradan da göstərir ki, nədir? Zəkat əhlinin zəkatın çıxardılması üzrə haqq olma şərtlərindən də biri əl-hürriyyə. Əl-hürriyyə. İkinci şərti nədir? Kim deyər? Əl-İslam. Müsəlman olmayana zəkat yoxdur. Milyarder olmuş, istir kim olur olsun. Ancaq bu deməkdir ki, qiyamət günü o soruşulmayacaq. Xeyr. Səyutavvaquna bihi yevməl qiyamə. Səyutavvaquna mə bəxilu bihi yevməl qiyamə. Qiyamət günü kafir milyarderlər, milyonerlər, qeyri-müsəlmanlar, onlar həm küfrünə, həm də Allah-u Teala'nın onları verdiyi malda hesaba çəkiləcəklər. Düşünməsinlər ki, bu onlar üçün xeyirdir. Bəli, huvə şərrul ləhum, bu onlar üçün şərdir. Onların İslamda olmamağına görə onların zəkat tələbi olunmaması o deməkdir ki, qiyamət günü onlardan mal haqqı soruşulmayacaq. Və vallahi mal haqqı da soruşulacaq. Bunu da ispat edən bir çox dəlillər vardır. Deməli, ikinci şərt nədir? İslamdır. Fələ zəkətə aləl kafiri bil icma'. Kafirin üzərinə zəkat vacib deyil, icma ilə. Vacib deyil. Lənnəhə ibadətun mutahhara. Çünki zəkat təmizləyici, sahibini paklaşdıran bir ibadətdir. Kafirin isə nəyi paklaşacaq, nəyə təmizlənəcək İslam'a gəlməyəndən sonra? Aydındır. وَالْكَافِرُ لَا طَهَارَةَ لَهُ مَا دَامَ عَلَى كُفْرِهِ. Və kafir küfründə istimrar etdiyi halda onun taharətinin olması mümkün deyil. Yəni, onun dininin, əqidəsinin, ahirətinin saflaşması, təmizlənməsi mümkün deyil. وَإِنَّمَا نَقُولُ لَا تَجِبُ فِي مَالِ الزَّكَاءِ. Və biz nə dedik? Onun malında zəkat yoxdur. وَنَعْنِ أَنَّنَا لَا نُلْزِمُهُ بِهَا حَتَّى يُسْلَمْ. Və burada qəsdimiz odur ki, təslim olmamış biz ondan zəkatı tələb eləmirik. Eybi yox, qoy milyarder kafir olsun, qalsın milyarderliyində. Biz ondan zəkat tələb eləmirik. Nə deyir? فَإِنَّهَا لَا تُقْبَلُ مِنْهُمْ. Çünki biz onlardan zəkatı götürsək, onsuz da onlardan qəbul olunmayacaq. Eləsi niyə götürürük onlardan? فَلَا فَائِدَةَ فِي إِلْزَامِهِمْ بِهَا. Bu halda onlara zəkatı ilzam eləməkdə fayda da olmur. Bir şey ki, onlardan qəbul olunmur və bir şey ki, ibadətdir bizim dilimizdə. وَقَدْ قَالَ اللّٰهُ تَعَالَى. Allah subhanət hələ bu səbəblə Ət-Tövbə surəsinin 54-cü ayət kəriməsində buyurur. وَمَا مَنَعَهُمْ أَنْ تُقْبَلَ مِنْهُمْ نَفَقَاتُهُمْ إِلَّا أَنَّهُمْ كَفَرُوا بِاللّٰهِ وَبِرَسُولِهِ. İlə axir ayə. Ət-Tövbə 54-cü ayət kərimə. Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allaha və onun elçisinə küfr edir. Kifayət elə bura kimi ayət. Aydındır.
Ayeti təzədən dinləyək. Niyə görə onlardan zəkat götürülmür? Zəkatın onlardan götürülməsinə mane nə idi? Çünki onların sərf etdiklərinin qəbul olunmamasına yalnız o mane olur ki, onlar Allaha və onun elçisinə küfr edir. وَلَيْسَ مَعْنَ هَذَا أَنَّهُ لَا يُحَاسَبُ عَلَى تَرْكِهَا Və bu deməkdir ki, qiyamət günü o, zəkatın tərkinə görə hesaba çəkilməyəcəkdir. فَإِنَّ الْكُفَّارَ مُخَاطَبُونَ بِفُرُوعِ الشَّرْعِيَّةِ عَلَى مُعْتَمَدُ فِي الْأُصُولِ Usul qaydasına görə, qardaşlar diqqət edin, çox xahiş edirəm. Usul qaydasına görə bütün kafirlər şəriətin bütün əmrlərindən müxatab, mükəlləfdirlər. Sadəcə onlardan biz tələb eləmirik, çünki faydası yoxdur, onlardan da qəbul olmayacaq və qiyamət günü onları da bizi kimi müxatab eləyən insanlar və cinlər Rəbbi onlardan bunu tələb edəcək. Aydındır? Hədə fil kafiril asili. Əmməl murtad, yaxşı bizdə iki cürə kafir var. Kafir əl-asli. Kafir asli əsla İslam'a gəlməyən kafirlərdir. İstər Yahudilərdən, istər xaçpərəslərdən, istər büzzilərdən, istər Krişnəyidlərdən, yəni İslam'a gəlməyən, əsla İslam'da olmayan, istər komünistlər olsun. Bir də var ki, sonradan kafirə dönmüş müsəlman olandan sonra, yəni mürtəd. Mürtəd də kafirdir, ancaq fərqi var. Bu müsəlman idi və sonradan dindən çıxır, iyazım billah. Bunların zəkat əhkamları nədir? فَإِنْ كَانَتِ الزَّكَاةُ قَدْ وَجَبَ عَلَيْهِ فِي حَالِ إِسْلَامِهِ فَلَا تَسْقُطْ عَنْهُ بِالرِّدَّةِ Şəfi'iyyə və Hanabiləyə görə mürtəd adi kafirdən bu məsələdə əhkamları biraz fərqlidir. O İslamda idi, İslamda ondan zəkat tələb olundu, müxatab olundu və xitaba cavab verdi, zəkatını verdi. Dindən çıxandan sonra xitab onun boynunda qaldı, çünki hüccət çatmışdır. Baxma ki, ondan qəbul olunmasa da yenə də zəkat verməyə mülzəmdir. Bu nədir? Şəfi'iyyə və Həmbəliyyənin görüşünə. Aydındır? Ancaq əsla İslam'a girməyən kafirlər müxatablar və qiyamət günü soruşulacaqlar. Dünyada isə biz onlardan zəkatı tələb eləmirik. Aydındır? Və şeyx bu görüşü tərcih edir. Baxma ki, Hənəfiyyə bu görüşlə razı deyil. Hənəfiyyə dedi ki, mürtəd də kafir əhkamlarını aldığına görə kafirin başına gələnlər də mürtədin də başına gəldi. Zəkat ondan yenə düşdü. Zəkat ondan yenə düşdü. Ona görə çox məzəli bir əhvalat var bu babda. Günlərin bir günü çox varlı, zəngin olan bir insan müftinin yanına gəlir və deyir ki, ey müfti, mən zəkatdan vaz keçmək istəyirəm və vaz keçə bilmirəm. Mən neynim ki, zəkat verməyim? Yəni, xəsis olur. Müftü də ona qayət edir ki, məsələ çox asandır. Dinlə çıxmaqla zəkat boyundan düşəcək. Dinlə çıxmaqla zəkat boyundan düşəcək. O da neynir? Tövbə edir və deyir ki, dində qalmaq daha əzizdir və zəkatını verməyə başlayır. İlə axir kələm, bu da ki, bir misal babında çəkilən məşayixlərin çəkdiyi misallardandır, fayda babında. Məsələ, həl təcibu zəkə fi məlis sağiri vəl-məcnun. Körpə, kiçiyin, bir də məcnunun malında zəkat varmı? Sual çıxa bilər. Bu necə ola bilər? Ola bilər. Təsəvvür edin, bir milyarder kişi öz körpə balalarına indidən hesab açmışdı bankında. Hərəsinə bir neçə milyon tullayıb, hesabına. Avtomatik nə olur? Körpə uşaqların zəkatı boyuna haqq olan nisabları var. Baxma ki, özləri körpədir. İkinci misal, və bunu biz Ərəbistanda gördük, çox zəngin insanlar vardı ki, onların övladlarından bəziləri məcnun idi, dəli idi. Təsəvvür ki, o varlardan birinin övladları biri məcnundur. Və gələcəkdə öləndən sonra uşağın himayəsində dursunlar deyə uşağı üçün, məcnun övladı üçün, dəli övladı üçün hesab açmışdı bankda. Gələcəkdə öləndə bəs onun himayəsində duranlar olsun. Sual. Məcnun və sabi. Məlumdur ki, qeyrə müxatabinə mükəlləfin. Mükəlləf deyirlər. Çünki əsla biri məcnundur, əbədi mükəlləf deyil, müxatab deyil. İkincisi də sabi, körpədir əsla. Bunların malından zəkat çıxardılmalıdırmı, əgər nisabı varsa? Bax, bu məsələyə qaydaq. Uləmanın bu məsələdə iki görüş var. Birinci görüş, لا تجب الزكاة في مالها إما مطلقا أو في بعض أموالهم. Birinci görüş, əhli zəkatı vacib görmür. Ya mütləq olaraq heç zəkat onlardan götürülmür, ya da ki, bəzi malından götürülür görüşündədirlər. Bunun üçün siz Əl-Muğni və Bəda'a Səni'a Hənəfi kitablarında vəl-Məcmu' Həmbəllərdə vəl-Muhallə Şafilərdə fiqh zəkatda baxa bilərsiniz.
Yaxşı, nə deyirlər? Və görüş sahibləri Hənəfilər və bəzi sələflərdən də bu görüş rivayət olunmuşdur. Dəlilləri əqli dəlillərdir. Qalu li'anna zakatı ibadetun mahdatun kas-salah. Deyirlər ki, zəkat namaz kimi xullas bir ibadətdir. Körpədən də, məcnundan da ibadət əsla tələb olunmur, mükəlləf deyirlər. Bu halda niyə görə biz onların malına zəkat çıxartmalıyıq? Aydındır. Və dedilər ki, bütün ibadətlərdə də niyyət şərtdir. Nə körpənin, çox üzr istəyirəm, ağzında soska olan körpənin, nə də ki, məcnunun niyyəti olmur. Niyyəti olmayan ibadətdə biz onlardan necə tələb edə bilərik? Aydındır, fuqaha bu şəkildə əqli dəlillər gətirilər. وَلَنَّ الصَّبِي وَالْمَجْنُونَ قَدْ سَقَطَ عَنْهُمَا التَّكْلِيفِ فَلَا تَجِبَ عَلَيْهِمَا. Həmçinin əqli dəlillərdən məcnun istərsə olsun, istərsə sabi, körpə, bunlar mükəlləf deyirlər. Yəni, yüklənməyiblər şəri əhkamlarla. Elə isə biz də onlara vacib edə bilmərik. Əqli dəlillərindən yendə وَلَأَنَّ الزَّكَاةَ طُهْرَةٌ لِلْمُزَكِّ. Zəkat sahibinin günahlarının təmizləyicisidir. Malının təmizləyicisidir. Ahirətini islah edənidir. Məcnun da, körpə də əsla günahlardan məsumdurlar. Elə isə bunlardan niyə tələb edək? Aydındır. Və həmçin əqli dəlillərdən وَلِأَنَّ فِي عَادَمِ أَخْذِ مِنْ مَالِهَا أو مِنْ مَالِهِمَا حِفْظًا أو حِفَاظًا على هذا المال. Biz onların malına toxunmasaq daha yaxşıdır. Bu şəkildə biz nədir? Körpənin də, məcnunun da malını sanki toxunulmaz, qorunmuş şəkildə saxlamış olarıq. Bu daha yaxşıdır, dedilər. Bu əqli dəlillər. İkinci görüş sahibləri kim deyər, nə dedilər? Dedilər ki, xeyr, təcibu zəkə fi məli sabi vəl məcnuni mutlaqan. Xeyr, məcnun, madəm ki, onun nisab haqq edən boynunda zəkatı malı varsa, istərsə də sabi körpə, onların malından zəkat çıxardılır. Yaddan çıxardmayın ki, məcnun da, körpə də öz başına olmur. Ya valideynlərindən kimsə sağdır, ya da ki, hamiləri, əmilərindən, babalarından, aydındır kim ki, bu malı idarə edir, onları yedizdirir, onları bəsləyir, onları böyüdür. Təbii ki, malda öz başında durmur. Uşaqlar da yiyəsiz deyirlər. Dedilər ki, xeyr, onların malından zəkatı çıxartdırarıq. İkinci görüş sahibləri qavlül cumhur. Cumhurun görüşüdür. Bu cumhur burada nəzərdə tutulur sahabələr ancaq. Kimdir? Qavlü Ömər. Əli ibn Əbi Talibin qaynatası. Və həmçinin Ali ibn Əbi Talib bu görüşdədir. Həmçinin Abdullah ibn Ömər. Həmçinin Ümmül Müminə Ət-Tahirətü-Tahirə Tayyibətü-Tayyibə Sıddiqə binti Sıddiq Əhşə. Həmçinin ki və Cabir ibn Abdillah. Bu sahabələr bu görüşdədilər. Aydındır. Və nə deyir şeyx? وَلَا يُعْلَمُ لَهُ مِنَ الصَّحَابَةِ مُخَالِفًا إِلَّا رِوَايَةٌ ضَعِيفٌ عَنْ İbn Abbas. Və bu sahabələrə müxalif olan heç kəsi tanımırıq. Yalnız İbn Abbasın rivayətində güya ki, onlara müxalif olan İbn Abbas olub, İbn Abbasa da nisbət olunan qövl və rivayət əsla zəifdir, məqbul deyil və bununla da üzərinə əhkamlar qurulmur. Nə çıxdı nəticə? Cümhur burada sahabələr nəzərdə tutuldu. Ömər və Ali və Abdullah ibn Ömər və Ayşə və Cabir ibn Abdullah və sahabələrdən də onlara müxalif yoxdur səhih mənbələrə görə. Musannaf Abdurrazzaqda məsələ baxa bilərsən. Həmçinin Musannaf İbn Əbi Şeybə, həmçinin Sünən Əl-Beyhaqi vəl-Muhalla və Əmval li Əbi Ubeyd kitablarında baxa bilərsiniz. Səhifələrini istəsəz Fiqh-i Sünnə kitablarına qayıdın. Yaxşı dəlillər, ikinci görüşün dəlilləri. İkinci görüş dəlilləri zəkatı vacib edən Qur'an ayətləri və sünnəni ümumə nisbət elədilər. Və dedilər ki, zəkatın şərtləri hamısı burada var. Mal var, nisab var, həvl var, il qutarır, mal qalır, zəkat haqqı üzərində qalır, faqir fuqaranın haqqı qalır, mütləq verilməlidir. Zəkat müxatab olunan hər kəsdən çıxardılmalıdır, hətta mükəlləf olmayanlardan. Çünki bu malın haqqıdır. Faqirin haqqıdır. O qala bilməz orada.
o çıxardılmalıdır. Aydındır? Nə deyirlər? Bunlar da ikinci görüş sahibləri əqli dəlillər gətirirlər. Ənə məqsudə zəkə səddu xillətəl fuqara min məlil əqniyə. Çünki zəkatın qəsdi vardır şəriətdə. Onlardan da biri fəqir fuqaranın varlıların malında ahı qalmasın və varlıların malına xeyir-bərəkət diləsinlər. Bu səbəblə də biz zəkatı varlardan çıxardıb yenə onlara verdik. Şükran lillahi teala, ta ki onlar Allaha şükür etsinlər və Allaha şükür hasil olsun deyə. Və tathir lil mal, və bir də onların malları təmizlənsin. Çünki sabi, körpə, istərsə də məcnun, özləri məsum olmağına rağmen malları məsum deyil. Çünki ticarətdən onların mallarına nəsə girir, nəsə çıxır, nəsə xata, nəsə əksik, mal da təmizlənməlidir. Aydındır? Mal da nə ilə təmizlənir? Bis sadaqati və zəkah. Deyir, necə ki, sabi və məcnunun, körpənin və məcnunun malı ondan nəfəqə verilə bilir, sədəqə verilə bilir, xeyri işləri görə bilir, toylar yapa bilirlər, onun əvliyaları, ondan bəzi həddə kimi yeyə bilərlər. Elə də fəqir fuqaranın haqqında versinlər. Aydındır əqli dəlilələn. Və həmçinə deyirlər, ən zəkətə haqqul ədəmi fəstəvəyə fi vücubi ədəihə əl-mükəlləf və qeyr-mükəlləf. Çünki zəkat Adəmi, Adəm övladlarının haqqıdır. Fəqir fuqaranın haqqıdır. Elə isə o mal olduğu müddətdə şərtləri ilə, havl və nisabı ilə götürüləcək mükəlləf olandan da, mükəlləf olmayandan da. Və hədə və qavlur racih. Və bizim də seçdiyimiz, şeyxin də racih elədiyi görüş, vallahu ə'lə və a'ləm, bu görüşdür. O görüşün sahibləri kimdir? Cəmahir as-sahabə. Və onlardan da məşhur olan Ömər və Ali və Abdullah ibn Ömər və Ayşə və Cabir ibn Abdillah və onlardan müxalif heç kəs yoxdur. Allah subhanahu teala eşli faydalarından etsin. Hədə və sallallahu alə nəbiyinə Muhammedin və alə alihi və sahbihi ecmain.